Teşnə ürəklərdə bulaq olmusan, xalqın düşüncəsi, görən gözüsən, nə ki yol göstərən çıraq olmusan, bəlkə getdiyimiz yolun özüsən. Boş keçmədi ki ayların, ilin, bir ömrün yüzlərlə ömrə dəyibdi. Sənin müdrikliyin, mülayimliyin hər şagird qəlbinə nur çiləyibdi. Məktəbdə ağarıb qara tellərin, sənin etdiyini axı kim edib? Çox vaxt təbaşirli qalıb əllərin, dərsin hər bir anı ömürdən gedib. Müəllimlik peşəni, müəllim adını daim üstün tutub uca bilmisən. Unudub ailəni, qayğılarını, sən gülər üzlə sinfə girmisən. Şagirdlər sənin bu şövqlə çəkdiyin, zəhmətin bəhrəsin becərəcəkdir. Həyatdan köçsən də bir gün əkdiyin, hikmət toxumları düzələcəkdir. Sayəndə dinimi, dilimi sevdim. Sayəndə bu yurda sadiq övladam. Sən verdin şəhidə vətən sevgisin, vətənin özü tək müqəddəs adam. Vətənin özü tək müqəddəs adam. Salam dəyərli izləyicilər, xoş gördük hər birinizi. Bugünkü klubumuzun qonağı bir sayılı Boladı kənd məktəbinin müəllimi, psixoloq, gənc yazar Eldar İlqaroğludur. Xoş gördük sizi Eldar müəllim. Teşekkür ederim, hoş gördük sizi. Dəvət üçün minnətdaram. Belə bir gündə ki bizi sayıb dəvət eləmişsiniz. Teşekkür ederim sizə. Eldar müəllim həm gənc yazardır, həm müəllimdir, həm də psixoloq kimi çox şaxəli şəxsiyyətsiz. Bugün sizə müəllimlik və təhsil haqqında suallar ilk növbədə veriləcək. Müəllimlik sizin üçün nə ifadə edir? Bu çox qəşəng sualdır. Müəllimlik həqiqətən də bir var sözdə ifadə ilə ki, şərəfli peşədir. Bu biraz klişə söhbət olub, yəni son dövrdə hər kəs bu ifadəni işlədir, şərəfli peşədir falandır. Amma sözün həqiqi mənasında bir var, o məşhur bir psixoloq var, Doğan Cüzəloğlu qəşəng deyir ki, müəllimlik eləyən var, bir də var müəllim olan. Bu ikisinin arasında böyük bir fərq var. Biz həqiqi müəllimlərdən əgər söhbət ediriksə, həqiqi müəllim olmaqdan söhbət ediriksə, bu ümumbəşəri bir peşədir, ümumbəşəri bir belə deyək, əvəzi olmayan bir peşədir. Çünki bütün peşələr müəllimə borcludur. Əgər müəllim peşəsi olmasaydı, baxın görün məsələn, digər peşələr öz varlığını necə ortalığa qoya bilərdi. Bir həkim, bir mühəndis, bir hərbiçi, əgər müəllimi olmasa, ustadı olmasa necə gedib o zirvəyə çata bilər ki? Əlbəttə, bütün peşələrin başında müəllimlik durur. Müəllimlik bildiyim qədərilə ta qədim Şumerlərin tarixində gedib çıxır ki, ilk müəllimlik oradan başlayıb, sonra Misir mədəniyyətində də müəllimlik yəni tarixlərdə yazılıb ki, ilk məktəbin yaradılması, ilk müəllimin olması, düzdür dəri üzərində yazılırdı, müəyyən rəqəmlər, hesablamalar filanlar öyrədilirdi. Amma çox qədim tarixi var da, yəni deyərdim ki, bütün peşələrin ən birincisi müəllimlikdir və belə də olmalıdır ki, yəni müəllim olmadan digər peşə ola bilməz ki. Ona görə mənim üçün müəllim olmaq çox böyük bir qürurdur. Sizcə yaxşı müəllim hansı xüsusiyyətlərə sahib olmalıdır? Bu biraz ola bilər tam məlumat verə bilməyim, amma bildiyim qədərilə çatdırmağa çalışaram. Mənə görə müəllim sinifdə hakimiyyət qura biləndir. Amma elə hakimiyyət qura biləndir ki, orada diktatorluq olmasın.
orada qorxu olmasın. Məsələn, son dövrlərdə də biz bunu görürük bəzi müəllimlərdə, amma nə gözəl ki, yavaş-yavaş düzəlməyə doğru gedir. Adətən biz öz keçmiş müəllimlərimizi öyə-öyə təqdim edirik. Bizim filan müəllimlərimiz var idi falan. Əlbəttə, çox qəşəng elmləri var idi, çox qəşəng savadları var idi. Amma mən deyərdim ki, onlar sinifdə mütləq hakimiyyət qurmuşdular. Onlar diktatorluğu təbliğ edirdilər. Yəni, nəfəs çəkməyə qoymurdular şagirdi. Şagird qorxa-qorxa sinifə girirdi. Düz bu birmənalı qarşılanmaya bilər. Bəlkə də tənqid edirlər mənim sözümü. Olsun, amma düşünürəm ki, hal-hazırda cəmiyyət kifayət qədər savadlıdır. Məsələn, elə öz kəndimizdən götürək, nə qədər bizim uğurlu şəxsiyyətlərimiz var, öndə olanlarımız var. Belə deyək, qorxumuz heç vaxt əskik olmur. Biraz mən öz sahəmə, psixoloji sahəyə yönəlirəm ki, o təhsili veriblər bizə, o elmi biliyi veriblər bizə, amma özgüvənimiz olmayıb, sinifdə etiraz eləmək haqqımız olmayıb. Mən düşünürəm ki, müəllim elə olmalıdır ki, şagird durub müəllimə etirazını da bildirə bilsin. Mən bəzən öz dərs dediyim siniflərdə uşaqlara yanlış bir məlumatı bilərəkdən verirəm, yanlış bir şeylər eləyirəm ki, onlara deyim ki, durun mənə etiraz eləyin. Uşağın etiraz eləmək hüququ da olmalıdır. İndi məsələn, çoxumuz deyir ki, cəmiyyətdə heç kim azad fikirli deyil, azad fikrə münasibət yaxşı deyil, nə bilim, düzgün ifadə tərzimiz yoxdur. Bunlar hamısı həmin qorxularımızdan gəlir. O məktəb vaxtı ki, bəzi müəllimlər, yəni bilərəkdən ya bilməyərəkdən uşağa qorxu altında diktatorluq eləyirlər sinifdə ki, ancaq mən deyən olmalıdır. Həmin o müəllimin yetişdiyi şagird sabah cəmiyyətdə hər hansı bir haqsızlığa durub öz ifadəsini deyə bilmir. Yəni biz baxın, etiraz eləmək haqqımız da var da, elə deyil. Və bu etiraz eləmək haqqımızı məktəbdə öyrənməliyik. Məktəbdə onu bizə müəllimlər öyrətməlidir. O müəllimlər ki, onlar sinifdə hakimiyyət qura bilirlər, amma diktator hakimiyyət deyil. İkinci məsələ, müəllim ədalətli olmalıdır. Müəllim bütün uşaqlara eyni gözlə baxmalıdır. Heç kimi ayırmamalıdır. Bu filan kəsin uşağıdır, o digərinin uşağıdır. Son dövrlərin məsələn, mən indi bu şərait yaranıb deyə demək istəyirəm də, adətən müəllimlərimizdə biz tərif ediriksə, biraz da tənqid etməliyik də, baxmayaraq ki, özümüz də müəllimik. Məsələn, müəllimin uşağa yanaşmasında belə bir yanlış var. O repetitor yanına gedir, başqa müəllimin yanına, bu müəllim onu həzm edə bilmir. Bu doğru bir yanaşma deyil müəllim üçün. Düşünürəm ki, müəllim ədalətli olmalıdır. Müəllim cılız düşüncə ilə uşağa yanaşmamalıdır ki, o harada oxuyur, hara gedir, hansı kursa gedir. Bunları, məsələn, müəllim nəzərə almalıdır. Digər bir məsələ, məsələn, müəllim mərhəmətli olmalıdır. Düşünürəm ki, müəllim uşağın məktəbdə ata-anası olmalıdır. Uşaq müəllimə öz ata-anası qədər bağlı olmalıdır, sevməlidir. Öz bütün qayğılarını, problemini evdə necə ata-anasına bölüşürsə, eləcə də müəllimlə də bölüşməlidir. Və bu imkanı müəllim yaratmalıdır. Müasir dövrdə müəllim qarşısında duran ən böyük çətinlik məhz budur da, yəqin ki. Bəli, yəni düşünürəm ki, bunlardır. Yəni bunları da aradan qaldırmaq olar. Yəni bir müəllim əgər öz üzərində çalışırsa, mütəmadi mütaliəsi varsa, yeni fikirlərə açıqdırsa, o mütləq öz üzərində çalışacaq. Qəşəng bir fikir var. Deyir ki, öyrətməkdə ən gözəl prinsip özü yaşamaqdır, özünü əməl etməkdir. Əgər biz ədalətli deyiliksə, biz mehriban deyiliksə, biz mərhəmətli deyiliksə, uşağa necə öyrədə bilərik ki bunu? Uşaq onu bizim yaşam tərzimizdə, bizim rəftarımızda görməlidir və deməlidir ki, bizim müəllim belədir. Nəinki belə deyir.
dediklərimizlə əməllərimiz üst-üstə düşməlidir. O zaman biz düşünürəm ki, müəllimliyin belə deyək də layiqli şəkildə yaşaya bilərik. Müəllim peşəsini seçmək istəyən gənclərə nə tövsiyə edərdiniz? Mən həmişə belə gənclərə də, məktəbdə olan şagirdlərə də ən əsas tövsiyəm budur ki, əgər bir peşəni sevirsinizsə, onu seçin. Pul xatirinə, burada pul var, burada maaş var, burada nə bilim nə var və s. maddi cəhətləri yəni düşünməyin. Əsas odur ki, mən etiqadım da, inancım da budur ki, Allah Taala bizi yaradanda hər kəsin içinə bir istedad qoyur. Əgər o şəxsin müəllimlik istedadı varsa, müəllimliyə sevgisi, coşqusu varsa, o getsin müəllim olsun və bir təsəvvür eləyin, məsələn, bir müəllimdir, öz fənnini sevir. O gecə-gündüz çalışar ki, həm özünü, həm fənnini, həm də müəllimliyi sevdirsin uşaqlara. Elə deyil? Bəli, belə bir söz də var. Sevgi yaradana ən yaxın, yaxınlaşdıran ən məqamdır. Sevgi yaradana. Bəli. Sevgi və yaradan. Bəli. Sevirsənsə, onu yaradacaqsan. Bəli. Əgər bir uşağın içində sevgi varsa müəllimliyə, o uşaq müəllimliyi seçsin və düşünürəm ki, burada uğur da qazanacaq. Bizim adətən o günlər bir yazımda yazmışdım. Bir uşaqlıqda müəllim oyunu var da, hamımız oynamışıq. Ən belə ideal formada. Çünki biz gözümüzü məktəbdə açırıq, anlayışımız məktəbdə başlayır və ilk olaraq müəllimi görürük. İbtidai sinifdə müəllimi görürük və gedib həmin sinifdə baş verənləri evdə yamsılamağa başlayırıq, bacı qardaşlarla, məhəllə uşaqları ilə. İlk bizim fikrimizdə müəllimlik peşəsi olur. Sonradan yavaş-yavaş yəni fikir dəyişdikcə, insanların düşüncəsi dəyişdikcə o başlayır özü haqqında fikirləşməyə. Və bu suala cavab olaraq bir də üstünə vurğulayaraq deyirəm ki, mütləq şəkildə sevgi varsa müəllimliyə onu seçmək. Təkcə müəllimlik yox, bütün peşələrdə əgər sevgi varsa həqiqətən içəridə onu seçməlidirlər və valideynlər də uşaqların sevgisinə qarşı çıxmamalıdırlar. Onları yanlış yönləndirməməlidirlər. Məsələn, mənim təcrübəmdə olub bir şagirdimiz rəsm müəllimi olmaq istəyirdi, valideyni onu qoymurdu ki, burada sən müəllimlikdə pul yoxdur, falan yoxdur. Yəni yanlış düşüncədir. Yəni uşaq xoşbəxtliyi orada tapırsa, ora getməlidir. Yaradıcılıq və müəllimlik əlaqəsi. Müəllimlik fəaliyyətiniz yaradıcılığınızda necə təsir edir? Çox qəşəng deyərdim ki, təsiri var mənim yaradıcılığıma, müəllimliyin. Mən həm şagirdlərlə, həm də valideynlərlə ünsiyyətdəyəm, mütəmadi və mənim o günləri qeyd eləmişdim bunu. Həyatıma girən, həyatımda var olan hər şagird, gördüyüm, rastlaşdığım hər kəs mənə bir şey öyrədir. Və bu öyrətdikləri də sonradan mənim yaradıcılığıma yansıyır. Elə bax, məsələn, bizim qarşımızda olan bu Qızlar Oxumasın kitabı məhz şagirdlərdən aldığım o təsirə görə yazılıb. Mən düşünmüşəm ki, kəndimizdə, ümumiyyətlə rayonlardakı olan bu qız uşaqlarının oxumamasına, valideynləri tərəfindən qızlara qadağa qoyulmasına necə bir fayda sağlaya bilərəm və bu kitabı yazmışam. Deyərdim ki, çox müsbət təsirləri olur. İnşallah növbəti yaradıcılıqlarda da bu təsirlər olacaq. Növbəti sualımız elə həmin sual idi. Kitablara müraciət elədiniz, kitab haqqında danışdınız. Yazdığınız kitabların hansı hissəsində müəllim təcrübənizin izi daha çox hiss olunur? Bu danışdınız, bəli. Mən də onu qeyd eləmək istədim. Ədəbiyyat və psixologiya müəllim obrazını necə tamamlayır? Ədəbiyyat və psixologiya müəllim obrazını necə tamamlayır? Düşünürəm ki, üçü də təqribən aşağı-yuxarı eyni hədəfə vurur, eyni. Niyə? Çünki əsas məqsəd insan yetişdirməkdir. Baxın, insan yetişdirmək prosesi məktəbdən başlayır və biz müəllimlər bu işdə, bu prosesdə çox aktual rol oynuruq. Bu insan yetişdirmə, şəxsiyyət yetişdirmə prosesi həmçinin də psixologiya sahəsinə inteqrasiya edir. Çünki
tam da ruhla bağlı, ruhsal olaraq bizim yolculuğumuzu təyin edən bir elmdir psixologiya. Deyərdim ki, eyni ədəbiyyatda. Ədəbiyyat sözünün adətən bəzən yanlış olaraq izah edirlər. Ədəbiyyat sözündə ədəb var, ilk o başlanğıc ədəb. Ədəbsiz ədəbiyyat ola bilməz. Əslində ədəbiyyatın əsl hədəfi ədəbləndirməkdir. Əgər bir kitab, belə deyək də, o şəxsiyyətə, o fərdə ədəb gətirmirsə, qəşəng bir ifadə var, deyir ki, bilgidən ədəb doğmursa, bilgidən əxlaq doğmursa, o bilgi boş-boşunadır, yəni hədərdir. Deyərdim ki, üçü də, həm ədəbiyyat, həm psixologiya, həm də müəllimlik sırf insan yetişdirməyə yönəlikdir. Əgər müəllimliyə başlamasaydınız, yazıcı kimi yaradıcılığınız da fərqli olardı da yəqin ki. Bəli, əlbəttə. Bu haqda da danışdınız, yəni növbəti sualı siz üstəliyirsiniz də. Bəli, geniş məlumat verirsiniz. düşünürəm ki, təcrübəm olmayacaqdı. Yəni bu qədər təcrübəm olmayacaqdı əgər mən müəllim kimi pedaqoji fəaliyyətdə olmasaydım, bu qədər o şagirdlərimdən öyrənməyəcəkdim, belə deyək. Bəli. Psixoloq kimi yanaşma. Bəli. Müəllimlər üçün psixoloji hazırlığın əhəmiyyəti nə qədərdir? Çox vacibdir. Bugünkü dövrün müəllimləri məncə ehtiyaclıdırlar psixologiya elminə. Hər kəsə, xüsusən də öz həmkarlarıma tövsiyə edirəm ki, psixologiya elminə maraqlansınlar, kitablar oxusunlar, motivasiya kitabları, özünü dərk, özünü inkişaf kitablarını mütləq oxusunlar ki, çünki bu olmadan olmaz. Yəni mən şəxsən cəmiyyətin içindəyəm, görürəm, hətta danışıqlarda belə bir insanın, bir müəllimin mütaliəsi yoxdursa, bir müəllimin öz üzərində daimi inkişafı, öz üzərində çalışması yoxdursa, ancaq öz fənninə fokuslanıbsa, o uğurlu bir müəllim ola bilməz düşünürəm. Müəllimlər üçün stresslə mübarizə mövzusunda hansı məsləhətləri verərdiniz? Dediyim kimi, psixoloji kitablar oxumaq, xüsusən də təlimlər olur, psixologiya təlimləri olur ki, biz özümüz də şəxsən mütəmadi... Onu da qeyd edin ki, siz də təlimlərə qoşulursunuz, təlimlər keçirirsiniz. Həm özüm təlimlərə qoşuluram ki, özüm alıram, sonra da ehtiyacı olanlara ötürürəm ki, bu həm daha yaxşı yadda qalır, bizim həzm edə bilirik, həm də özümüzə, ətimizə, qanımıza qarışır da o öyrəndiklərimiz. Müəllimlərə də tövsiyə edirəm ki, mütəmadi bu təlimlərə qoşulsunlar, öz biliklərini artırsınlar. Çünki stres əslində biliksizlikdən olur. Yəni bunu başa düşək ki, bəli. Yəni bizim zehnimizi sakitləşdirən, bizim zehnimizə meditasiya effekti verən yeni biliklərdir. Yeni biliklər olmadıqda, biz bir yerdə dayandıqda, stop elədikdə mütəmadi o stresə girmiş olur. Müəllim kimi elə bilirəm ki, hər gününüz sinifdə maraqlı keçir. Amma müəllim kimi ən yadda qalan anınız hansıdır? Çox yadda qalan anım olub. Mütəmadi bunu görüşlərimizdə də danışıram, təlimlərdə danışıram. İndi siz deyəndə ani olaraq bu yadıma gəldi ki, bu kitabın ərsəyə gəlməsində həmin o kadr çox, heç vaxt demək olar ki, gözümdən keçmir. Bir dəfə bir 11-ci sinif qız uşağı gəldi, dedi ki, bəs mən indiyə qədər hazırlaşırdım, universitet hazırlıqları gedirdi, repetitoriyanına gedirdim və atam mənə dedi ki, sən daha hazırlaşma, heç bir yerə də getmə, qadağa qoydu mənə universitetə getməyi. Və o bunu danışarkən başladı ağlamağa ki, mənim oxumaq həvəsim vardı, mənim nə qədər hədəflərim vardı, xəyallarım vardı. Deyə ağladı. Mən də səbəbini soruşdum, nə olub? Dedi ki, heç nə, sadəcə atım deyir ki, yəni səni qoymayacam universitetə getməyə falan. O həmin kadrlar heç vaxt yaddaşımdan silinmir. Elə həmin o hadisədən sonra düşündüm ki, həqiqətən o birinci qız uşağı deyildi, bir neçə dəfə, yəni sinifdə də olurdu, mütəmadi qızlar deyirlər ki, biz oxumuruq və bizə deyirlər ki, siz onsuz da evlənib gedəcəksiniz, sizə niyə sərmayə qoyaq, sizə niyə
oxutduraq falan, gedib başqasına nəsib olacaqsınız. Çox təəssüf edirəm ki, bu düşüncə tərzi valideynlərdə var. Yəni ondan sonra başladım bu kitabı yazmağa və mütəmadi də indi bundan sonra da məsələn indi hal-hazırda yeni bir kitabın bitirmişəm. Hazırdır demək olar ki, sadəcə nəşriyyat xərclərinə görə dayanmışam. İnşallah bir sponsorumuz olsa o kitabı da nəşr eləyərik. Məsələn, o kitab qızların öz dəyərini kəşf etməsinə aid. Sırf bir kitabdır ki, hansı ki, deyərdim, bütün qızlarımıza, bütün gəlinlərimizə, hətta analarımıza belə o kitab lazımdır ki, o kitabı oxuyaraq öz dəyərlərini kəşf eləsinlər. Gənclərə həm müəllim, həm də həyat məsləhətçisi kimi nə demək istərdiniz? Son sualımızdır. Həmişə dediyim söz budur ki, öz üzərinizdə çalışın, mütləq savadlanın, elmlənin, bilgi teşnəsi olun. Çünki biz bəzi şagirdlərimə də bunu demişəm, universitetlə məhdudlaşdırmayaq və məsələn, mən universitetə girə bilmədim, o demək deyil ki, sən həyatın söndü və sən dayandın, qutardı, getdi. Mən açıq etiraf edeyim ki, mən indi danışdıqlarımı universitetdə öyrənməmişəm. Bunu tez-tez də deyirəm. Mən universitetdən sonra oxuduğum kitablara borcluyam, girdiyim təlimlərə borcluyam. Yəni, universitet oxumaq heç də təhsilli olmaq, savadlı olmaq deyil. Nə qədər savadlı, elmli, ağıllı insanlar tanıyıram ki, ali təhsilli deyirlər və əksinə, nə qədər ali təhsillilər tanıyıram ki, gerizəkalıdırlar. Yəni, deməyim odur ki, mütəmadi oxuyun. Bunu bizim dinimiz də deyir. Məsələn, Quran-Kərimin ilk ayəsi oxu əmri ilə başlayır. Peyğəmbərimiz deyir ki, beşikdən qəbrə qədər oxuyun. Oxuyan adamın, elm öyrənən adamın mürəkkəbinin bir damlası şəhidin qanından üstündür. Bu nə böyük bir ifadədir, nə böyük buyuruşdur ki, bizi elmə səsləyir. Biz isə ancaq universitetlə öz hədəflərimizi məhdudlaşdırırıq. Ya girdim, ya girmədim, girmədimsə bitdi. Hətta deyirəm ki, universiteti bitirənlər belə, bitirəndən sonra diplomu alıb daha kitabla, dəftərlə əlaqəsini kəsirlər. Bir daha bir kitab alsınlar, oxusunlar, bir mütaliə eləsinlər, olmur. Və belə adamlar adətən, necə deyirlər, axın istiqamətində üzən balıqlar kimi olur da. Onlarda deyirlər ki, ancaq ölü balıqlar suyun istiqamətində hərəkət edirlər, amma diri balıqlar suyun əksinə hərəkət edirlər. Belə, təşəkkür edirəm, çox qəşəng suallar hazırlamışdınız. Elə bilirəm ki, yaxşı bir müsahibəmiz alındı. Sizə də uğurlar arzulayıram və sizin uğurlarınızı da görürəm, izləyirəm. Allah sizi müvəffəq eləsin. Sağ olun Eldar müəllim, çox təşəkkür edirik. Eldar müəllimin Qızlar Oxumasın kitabını da sizə məsləhət görərdim. Qızlar üçün çox gözəl məsləhətlər, necə deyirlər, nəsiyyətlər, tövsiyələr var. Sizə də uğurlar arzulayırıq. Eldar müəllim, çox minnətdarım. Sağ olun. Sağ olun, təşəkkür ederim.